Əgər siz də dadəni fərqləndirməkdə çətinlik çəkirsinizsə, elə isə bu izah sizin üçündür. Məsələn, uşaq da, böyük də gəlmişdi cümləsində. Dadə 2 dəfə iştirak edib və cümləyə iştirak məzmunu verib. O zaman bu bağlayıcıdır. Yəni biz bunları bağlayıcı kimi götürürük. Yəni uşaq da gəlib, böyük də gəlib. Bağlayıcı olur. Aynur da bizimlə gedəcək. Amma bu zaman isə şagirdlərin ən çox çətinlik çəkdiyi məqam budur. Yəni əgər biz burada bir ardıcıllıq mənası görürüksə, o zaman yenə bağlayıcı olacaq. Halbuki bir dəfə işlənib. Aynur da bizimlə gedəcək, başqaları da gedir və Aynur da gedəcək onlarla birlikdə. Yəni Aynur da iştirak edəcək. Bu zaman yenə bağlayıcı oldu. Bunu oxu da, gedək də. Bu tipli cümlələrdə isə biz o iştirak məzmununu görə bilmədiyimizə görə, bu zaman biz onu ədat kimi qəbul edirik. Yəni sadalanma, ardıcıllıq yoxdur. Və bəzən də dadədən öndə sasə gəlibsə və bu zamanda biz bunu ədat kimi qəbul edirik. Yəni heç vaxt bağlayıcı ola bilməz.